Beyin daim məşq etdirilməsi lazım olan bir əzələdir. Qəzetlərə həddindən artıq həvəs beyin üçün mənfi nəticələrə gətirib çıxarır. Xüsusilə yaddaş əziyyət çəkir, idrak funksiyaları azalır. Uzunmüddətli perspektivdə struktur dəyişiklikləri mümkündür. Bunu Rusiyalı psixologiya elmləri namizədi klinik psixoloq Mixail Xors deyib. Onun fikrincə elektron cihazlardan həddindən artıq istifadə insanların məlumatı yadda saxlamağı dayandırmasına gətirib çıxarır. Nəticədə lazımi təlimdən məhrum olan beyin tədricən deqradasiyaya uğrayır. Struktur dəyişir, sanki beyin quruyur. Bunu nə ilə müqayisə edəcəyinizi bilirsinizmi? İnsanın ayaqları sağlam olsa da, qoltuq əsalarından istifadə edərsə, o zaman nə vaxtsa əzələlər qurmağa və atrofiyaya başlayacaq. Əgər onu daim məşq etdirməsəniz, beyində də eyni şey olur. Beyin əzələdir. Onu da məşq etdirmək, hərəkətli saxlamaq mütləqdir. İndi isə hələ süni intellekt yaradılıb. O özü məlumatı təhlil edir, sistemləşdirir. Düşünürəm ki, biz cəmiyyət olaraq yavaş-yavaş çox axmaq insanlara çevriləcəyik, deyə Xors bildirir.